oxuduq da. Dedim, o qədər, yəni, biz buradadır deyə demirəm, ha, bizə yaxın. Hətta mənə sual verdilər ki, kimdə işləyərdiniz ifaçı, nə mənlə? Dedim, şəxsən Mehriban xanımı istəyərəm ki, muğam olsun. Çünki onda onu görürəm. Bax, mən səs... Ay Mehriban, niyə əskin istirildi belə? Bu romantik məsələ üstüdür. Hə? Çıxmaq Burada döyüldü, iyi oradan gəlir o tərəfdən. Sən bura. Yudumu niyə belə olur ki? Bax, oxuyursan, sevilirsən, Deyirlər, özünə görə desinlər. balaca bir ruzun var. Niyə görə bu günlərdə burada da müzakirə? O görə səndən qat soxuyan müğənilər var ki, onlar haqqında heç danışmırlar. Ümumiyyətcə. Sən özü oxuya da bilirsən, canlı da oxuyursan. Yəni sən bilirəm ki, musiqi kollecini bitirmirsən. Ay, bir söz deyirlər, mən varam ki danışırlar. Əsas odur ki, özümü var eləyərək yaratmışam bu səhnədə, nə bilim, nə deyim. Tərslilə də bu da kim sənə söz atır. Sonra elə bir gəlir, sən özü də barışır. Desinlər də, mən hər şeyi Allaha bıraxmışam bundan sonra. Vallahi heç nə deməyəcəm, bizə niçin deməyəcəm? Vallahi qurban olduğumun o qədər işləri var ki, bu albümlər satmasını inləsin. Qalmışsa bu şou bizlərində, o müğənlər olmasa... Lazım olsaydı onlar da buradalardı, torba bacarmıyorlar, söz atırlar, qoy atsınlar. Vallahi ne sən düzün. Bax, bilsin. Deyişolarla da olar. Ha? Yəni, hərdən də olur meydan demirsən mi? Gəl məni bəyənməyin, gəlsin məni eyni vaxt oxusun. Valla, bilirsiniz necədir? Oxumaq deyəndə ki, mən keçəndə belə deyim bu sözü. Biraz o düz söhbət deyil, müğənni oxumalıdır. Müğənni oxumalıdır. Nə qədər demiyorlar ki, mən gəl məndən oxuyaq, gəlmə. Bu düz söhbət deyil, çünki ne üçün? Müğənni sənsə, nə deməkdir? Bir dəfə gördüm altına yazıyor ki, başa düşə bilmədim. Nə oxumaq? Hər şey ifa eləməyi bacarmalıdır. Bəli. Fəxr eləmək. Cümlədə, yəni zəif ifaçılar Torik bugün bura çağırır. Hətta biz